Bu günləri biz müsahibə sualları hazırlamışıq və bu müsahibə sualları hər qrup hazırladığı sualları verəcək digər qrup yoldaşlarına və həmin qruplar isə öz hazırladığı sualları isə digər qrup yoldaşlarına verəcəklər. Görək suallarımız necədir və başlayalım. Buyurun, kimdən başlayırıq? Salam, mən Ayla. Bugün sizə bir neçə sual soruşacağım. O zaman suallara başlayaq. Uşağın əngəlli olmağına rəğmən, onda bu çalışma əzmini necə yaratdınız? Qrup üzvlərindən kim istəyirsə cavablandıra bilər. Burada riyaziyyatı çox sevdiyi üçün, həm də dil öyrənməyi üçün yeni dil öyrəndim və Raminə öyrətdim. Deməli, sən daha çox əziyyət çəkdin, onunla bərabər gecə-gündüz dərs öyrəndin və müxtəlif dillər öyrənib. Hansı dillər öyrənmişdin ki? Alman və fransız dilləri. Dillərini öyrətdin və oğluna öyrətdin. Beləliklə çalışqan oldu. Örnək bir ana olaraq uşaqlarını atan qadınlara nə deyərdiniz? Örnək ana olaraq uşaqlarını atan analara nə deyərdin? Onlar yaxşı ana olmazdılar. Çünki uşaqlarını atırlar. Uşaqlar analar üçün ən vacib bir şeydir. Yəni uşaqlarını atmaq olmaz, çünki biz öz uşaqlarımız üçün uşaqlarımıza baxmaq üçün dünyaya gətirdik uşaqları. Ona görə gətirmişik dünyaya. İndi sənin sözün var. Oğlunuzla fəxr edirsinizmi? Bəli, mən onun yerində olsam, əlbəttə ki, fəxr edərəm. Əsaslandır görün, niyə fəxr edirsən? Çünki mən vaxtında oğluma dil öyrətmişəm, ona elm öyrətmişəm və axırda da o məşhur riyaziyyatçı oldu. Əgər oğlunuz qəza keçirdiyəsəydi, alim olmasaydı, siz yine onun yanında olardınız. Ən əsası sizin oğlunuzun sağlamlığına yoxsa təslimliğine? Sağlam. Çünki sağlam olmasaydı, o təhsil ala bilməzdi. Bəs yaxşı, orada bir sual verdi. Dedi, oğlum əgər qəza keçirməsəydi, sən yenə onun yanında olardın. Gözəl bir sual idi. Aha. Deməli, biz valideyn olaraq valideyn hüquqları dünyaya gətirdiyi övladını sonuna qədər böyütmək, onun hər zaman yanında olmaq. Sağ ol qızım. Alqışlar. Riyaziyyatın gözəlliyi nədədir? Elmlərdə olması. Bütün elmlərdə olması. Ana dilində də riyaziyyat. Sən nə deyə bilərsən? Riyaziyyat niyə gözəldir? Riyaziyyat həm hesablama, riyaziyyatı öyrənərsən ki, hesablamaları, böyüyəndə hesablamaları, toplamaları. Hər şey gözəl bilərsən. Həm də eyni zamanda riyaziyyat nə edir? Beynimizi açır. Uşaqlar, riyaziyyata nə deyirik? Beyin gimnastikası. Beynimizi açır. Nə demək? Hər şeydə yəni lazım olur. Məsələn, satıcı olanda, onda tapırsan, təqdir şey alır. Ondan sonra müəllim olanda, həkim olanda, bütün məsləhətlərdə riyaziyyat olur. Ona görə riyaziyyatı öyrənməliyik. Professor, sizi həyatda tutan səbəb nə idi? Professor, sizi həyatda tutan səbəb nə idi? Nəyə görə o həyatda tutunma onda yarandı da, özgüvən yarandı ona? Ailəsi üçün ona dəstək oldu, dostları dəstək oldu və yaxşı bir alim oldu. Çox gözəl. Afərin sənə. Əla cavab verdi. Təşəkkür edirik. Sizin əziyyətinizə və dostlarının köməyinə rağmen olmasa öz güvənliyi istəməyə dərdiniz. Deməli, sual belə oldu ki, sizin əziyyətiniz olmasaydı,
və dostların köməyi olmasaydı, Levin vəziyyəti necə olardı? Sizcə? Özgüvənli itirmiş. Aha, özgüvənli itirmiş. Dünyaca məşhur riyaziyyatçı ola bilməz. Bəli, onda o zaman əgər bizə həyatda dəstək olan, bizə hər zaman stimul verən bizim yaxınlarımızdır. Özgüvənimizi qazandıran, bizə stimul verən əzizlərimiz, doğmalarımız, necə ki, valideynlərimiz həm də eyni zamanda sinif yoldaşlarımızdır. Bəli, Levin sinif yoldaşları və o gözəl, zəhmətkeş, cəfakeş anası olmasaydı, Lev bugünləri dünyaca tanınmış riyaziyyatçı olmazdı. Aha, çox sağ olun, gözəl sual idi, gözəl də cavab idi. İstedadlı gənc riyaziyyatçılara əsas sözcəniz nə olardı? İstedadlı gənc riyaziyyatçılara töhfəniz nə olardı? Onlar özləri üçün oxuyublar, öyrəniblər riyaziyyatı. Yəni onlar çox yaxşı bir şey ediblər. Çünki mən də riyaziyyatı çox sevirəm. Mən də istəyərdim alim olmaq. Daha çox çalışmaq lazımdır. Daha da çox çalışmaq lazımdır. Biz də baxarıq, görərik ki, lap o qədər çalışan olur ki, o qədər riyaziyyatçı bilir ki, daha çox qəşəng texnologiyalar gəlir. Sonuçta riyaziyyat bütün elmlərdə istifadə olunur. Bəli, elmlərin ona görə də şahı adlandırılır riyaziyyat. Doğrudur, çox gözəl cavabdır, sağ olun. Gözəl sual üçün təşəkkür edirik. Siz qəzadan sonra nə hiss keçirdiniz? Qəzadan sonra nə hissi keçirdiniz? Gözleri kör oldu diye. Hə, gözü kör. Mektebe hiç gitmedi. Aha. Şöyle anası ona hem şey evde öğretip başka gibi. Hissi nə idi? Nə hissi keçirdi? Üzülmeyiz. Nə? Üzülmeyiz. Üzüldü. Səncə niyə üzüldü? Çünkü Acan? gözleri görmürdü. Hə, gözləri görür. Riyaziyyat Və o bir anlıq, məsələn, təsəvvür edin, bəli, məktəbə gedə bilməyəcək. riyaziyyat dərslərinin Qəzanın qorxusu da onun hələ də canındaydı. Məktəbə gedə bilməyəcəkdi. Sonra dostlarını Oynayabilir. aha, ona görə də o hə, ona görə də o üzgün idi. Çox, yəni kefsiz ola bilər. Razısan? Aha, sağ olun, çox sağ olun. Riyaziyyatdan başqa hansı bir şey, nədə bir alim olmaq istəyərdiniz? Azərbaycan dilində, ingilis dilində? Yəni başqa bir fənni tədris edə bilərdinizmi? Nədə? Ən çox başarılı ola bilərdinizmi yenə də onda? Nə alim olmaq istəyərdiniz? Hansı alim olmaq istəyərdiniz deyir? Riyaziyyatdan başqa. incəsənət alimi olmaq istəyə bilərdim. Əlbəttə ki, bunların hər kəsin öz könlündən keçəni deyəcək. O sözsüz. Mən inanıram. Sən nə deyərsən? Texnologiya. İncəsənət. Teknoloji. Bəli, hər kəsin özünün istəyini deyəcək. Müxtəlif peşələrdə yəqin ki, çox güman yenə də həmən insan uğur qazanardı. Çünki o əzmkar idi. Qalib gələn uşaqlarla Nə edəcəksiniz? nə edəcəksiniz? Onları iştirak etdi. Ürəkdən təbrik edəcək. Başqa. Ona özgüvəni olduğu üçün onları təbrik edirəm. Başqa. Məsələn, siz hər hansı bir yarışmaya getmisiniz, qalib gəlmisiniz. Müəllimə nə edir əvvəlsində? Sizi təbrik edirəm. Tərbiyanı alırsınız və növbəti yarışmaya Bizim sinifimizin adını ucalda bilərsiniz. aha, bəli, növbəti yarışmalara qatılmağınız Və sizi sinifin daha da əlaçılar seçilir. Əlaçılar seçilir. Müəllimə seçilir. yaxşı. Qabiliyyəti olmayan insanların gücdən çıxmaması üçün nə deyə bilərsiniz? Nə gözəl sualdır. Sizin kimi görmə qabiliyyəti olmayan insana ruhdan düşməmək üçün nə deyə bilərsən? Yəni ki, özünə güvənsin.
sən hər şey bacaracaqsan. Yenə sən gözlərini görməyən, yenə də sən hər şey bacaracaqsan və öyrənəcəksən. Tamamilə doğrudur, bəli. Ruhdan düşməmək üçün sən hər şeyi bacaracaqsan, ona hər zaman dəstək olarıq ki, onlar özgüvən yaransın. Necə? Özgüvənini heç vaxt itirməsin. Özgüvənini heç vaxt itirməsin. Hər zaman özünə inanmaq lazımdır. Çəkinmək olmaz. Çəkinsən çünki heç bir şey özgüvən də olmaz. Aha, çox gözəl. Sən nə deyirsən? Çəkinsən, qorxsa da özgüvənini itirə bilər. İtirmə. Qorxsan da özgüvənini. Nə dedin? Özgüvəni itirsə, onda heç nə olmaz. Görürsünüz, özgüvəni itirmədi, getdi alim oldu da. Ona görə belə boş qalmaz. Düzdür. Afərin sənə. Sağ olun. Çox sağ ol suala və cavablara görə çox sağ olun. Lefin dostları niyə lef əkməyi bilirlər? Levin dostları Çünki onun məktəbə gəlmək istəyir. Çünki onu məktəbə aparmaq istəyirdi. Onu daha çox yüksəltmək istəyirdilər. Çünki dərslərindən geri qalmasın deyə gətirirlər. dərslərindən geri Daha çox qalır. riyaziyyatlar Görə bilmir deyə dostları onu aparırdı ki, və dərsdən geri qalmasın deyə ona kömək edirdi. Həm də riyaziyyatı çox sevdiyi, çünki görürdülər ki, çox sevirəm. Bütün misalları həll edirdilər. Hər gün tək-tək onları sırayla məktəbə gətirib evə aparırdılar. Aha, çox sağ olun. Ramin qələbə qazandıqdan sonra sizcə o nə hisslər keçirdi? Həm bir sevinç, həm bir həyəcan. həm xoşbəxt oldu, həm də çox həyəcanlıydı, bilmirdi bu nə edəcəyini. Çox sevinirdi. Ramin sonuncu sualda düyməni basarkən nə hisslər keçirdi? Ramin düyməyə basarkən həyəcan, uduzma hissi də biraz keçirirdi. Səncə nə uzman hissi keçirirdi ki? Çünki elə bilirdi Çünki həyəcanlı idi. Elə bir Roma səhv deyəcək, nə olacaq sonra? Sonra səhv edəcək, komandası uduzacaq. Komandası uzacaq. Ona görə də Həyəcan keçirir. səhv deməkdən çəkinirdi. O bax, yəni bu nə yaradır insanda? Öz güvənsizlik yaradır, öz güvənsizlik. Amma ən sonunda bütün həyəcanını toplayıb düyməyə basar. Başladı. Belə yarışlar biz şagirdlər üçün nə qazanırıq? Nə gözəl sualdır. Belə yarışlar biz şagirdlərə nə qazandırır? Biliklərdə daha çoxaldır və bizi başqa yarışlara getməyə daha çox həvəsləndirir. Bizə qızıl medal falan verirlər. Qızıl medal, gücümüz artır, düşüncəmiz artır. Yəni ruhdan bizi salmır. Mənim üzümü ağ edir, sinfi ucaldır, qızın hamısını qızıl medalına və yəni hamısı sinif ən güclüdür deyə yarışmalar keçirirlər və başa düşürlər ki, hansı sinifdə müəllimə güclü öyrədir uşaqları. Ondan da. Sonra başqa sual. Qəşəng. Nə? Hadi. Və sinifin əlaçısı olur, qızıl medal qazanır. Məktəbdə hamı onu gəlir tərifləməyə başlayır. Və o müəllimi özünə qürur duyur ki, mənim şagirdlərim hər yerdə qazanır, qızıl medal alır. Sağ olun uşaqlar. Və müəllimlər də üzü ağ olur. Komandamız qalib gəldiyinə görə siz dərslərinizə nə tövsiyə edərdiniz? Nə tövsiyə edərdiniz? Mən tövsiyə edərdim ki, sualları bilməlidirlər ki, cavab verə bilsinlər. Çünki onlar ən çətin yerlərindən verə bilər və yaxud da orta yerlərindən də verə bilər. Çox özgüvənlərini itirməsinlər. Özlərinə inansınlar, yəni. Qrupa dəstək olmağa və çox çalışmağı. Qrupa dəstək olmaq lazımdır. Və Özgüvənli olmağı və çox çalışmağı. çox çalışmaq. Balalar. Mən bu günləri qruplarla iş görməkdə məqsədim o idi ki, mənim balalarımın nitqini açmaq. Və onlar sual hazırlayaraq öz yoldaşlarına suallar versinlər. Digər yoldaşlar da onların suallarını cavablandırsınlar və bu günləri bunu
çox gözəl şəkildə etdiyinizə görə sizin hər birinizə təşəkkür edirəm və alqışlayıram sizi. Mən gözəl bağlarım. Bugünkü dialoq nəticəsində, yəni hazırladığımız müsahibə suallarının nəticəsində biz nələr öyrəndik? Öyrəndik ki, həyatda insan qarşılaşdığı hər hansı bir problemlə, hər hansı bir ruh düşkünlüyü yaşamamalıdır. Problemlə ruh düşkünlüyü yaşamamalıdır. Biz mətin olmalıyıq, iradəli olmalıyıq, güclü olmalıyıq və o əzmkarlıqla o problemin öhdəsindən gələ bilərik. Və belə bir söz var, deyir, heç bir əngəl məhdudiyyət tanımır. Həqiqətən də heç bir əngəl məhdudiyyət tanımır. Niyə? Çünki Raminin ayaqları olmaya sinif yoldaşlarından qələbə qazandırdı. Məsələn, Lev hansı ki gözləri yoxdur, tamamilə kördür, dünya işığına həsrətdir, amma dünyaca şöhrətli alimdir, məşhur bir insandır. Bu sizin gələcəyinizdə sizin özünüzə qarşı qoyacağınız hansısa bir yol, məqsəd, yolcuzanla fikirləşəcəksiniz ki, mən bu yolda əgər büdrəyə də bilərəm, uşaqlar. O demək deyil ki, mən bu yolda büdrədim və mən geri çəkilməliyəm. Xeyr, hər zaman məqsədimizə doğru irəliləmək lazımdır. Onun üçün də çalışqan olmaq lazımdır, əzmkar olmaq lazımdır, daha çox oxumaq lazımdır, daha çox bilgi və savada nail olmaq lazımdır.